naxış bir çul üstündə. 1001 rəng, 1001 element, ən əsası da 1001 zəhmət var bu çullarda. Onlar keçmişin böyük bir tarixin izlərini daşıyır. Özündə adət-ənənələrin, mədəniyyətin simvolu sayılır. Bir-birindən maraqlı tarixçəsi olan çul nümunələri Milli Xalça Muzeyində təşkil olunan sərgidə nümayiş etdirilir. Bizim belə gözəl adət-ənələrimiz var və nədənsə Novruz bayramı ərəfəsində biz daha çox meyliyik ki, bizim adət-ənələrimizə qaydaq və onları yada salaq. Burada gördüyünüz 18-ci, 19-cu, 20-ci əsrin əvvəlinə aid olan müxtəlif çullardır. Su, quş, buta və digər elementlərlə zəngin çullar həm bəzək, həm də semantikliklə diqqət cəlb edir. Təqdim olunan eksponatlarda ənənəvi inanclara aid nümunələri də görmək olar. Bu mədəniyyətin daşıyıcısı təkcə onun bir material kimi varlığı deyil. Bunun mahiyyəti onun üzərindəki naxışlardır. Yəni, siz təsəvvür edin, biz əgər ornamental sənəti 7 qrupa bölsək və 7 kateqoriyanın onları ornamentlərini izah etsək, görəcək ki, bütün ornamentlər həmin bu çullarda var. Bizdə Azərbaycanda ən çox at çulu çox populyar olub. Dəvə çulları da çox geniş yayılıb. Eyni zamanda öküz çulları. Ən qədim öküz çulları olub. Əl işləri arasında qurama və bədii tikmələrlə vəhdət şəklində olan sənət nümunələri də sərgilənir. Orta əsrlərdə hökmdar və saray əyanlarının atları üçün xüsusi toxunan çullar yun, rəngbərəng ipək, bəzən də qızıl-gümüşü saplardan hazırlanır, daşqaşla bəzədilirdi. Hər bir çul nümunəsində xalqın keşməkeşli tarixi, mədəniyyət əks olunub. 1000 naxış bir çul üstündə adlı sərgidə də tariximizdən bir hissə təqdim edilir. Dəyərli sənət nümunələri, mükəmməl kompozisiya quruluşu, uğurlu rəngkəlli, maraqlı elementləri ilə sanki ziyarətçiləri keçmişə səyahətə aparır. Sərgidə ölkəmizin müxtəlif güşələrində Bakı, Şirvan, Qazax, Qarabağda toxunmuş zəngin naxışlı 25 çul nümunəsi təqdim olunur. Bakıya aiddir. Bakı at çuludur. Nə qədər gözəl rənglərin harmoniyası, eyni zamanda ornamentlərin bir-birinə mütənasibliyi, nə qədər gözəl burada bir səhnə yaranıbdır. Siz fikir verin, süpürgə elementi təmizlik rəmzidir. Eyni zamanda daraq elementi kimi izah olunur. Yəni səliqə, saflıq, düzlük mənasındadır. Siz fikir verin, burada baltavar elementi, yəni heyvanın, quşun bədənindəki bu element damğadır. Baltavar, yəni ertəbər elementidir. Ən qədim elementdir, amma özünü sonraki əsrlərdə çullarda da göstərə bilir. Bu nəyi göstərir? Bu, varislik ənənəsinin Azərbaycan xalqına, onun xalçaçılığına verdiyi töhfədir. Çullar üzərindəki 1000 naxışın sehrinə düşmək istəyənlər aprelin 1-nə kimi Milli Xalça Muzeyini ziyarət edə bilərlər. Fəridə İsmailova, Kamran İsayev, Sevgi Əlizadə, Mədəniyyət xəbərləri.